Ay Allah mübarək eləsin. Neştib gələn həftə toyundur. Hə, sağ ol qadanam. Dəvətnaməyi yollamışam da sən. Hə, bilirəm. Amma gəsə evlənməmişdən qabaq bir evlilik dərsi keçin lan ha. Buyur. Sən bilirsən ki, mən 5 ildə evliyəm da. İlk gündən özünü sərt görsənsən. İkinci gündən stola yumruğunu vursan, deyəsən bu evdə kişi bir dənə mənəm, mənim sözüm keçməlidir. Hə, sən elə eləyirsən? Belə də, mən işdən gəlirəm. Qapıya çatan əlimi zoroka vururam, əlimi çəkən kimi qapı üzümə atılır. Hə. Sonra ayaqqabılarımın ipi açılır, ayaqqabılarım çıxır ayağımda. Öz-özünə? Yox, arvad çıxardı. Otururam sonra kresloda, gözlərimi belə eləyirəm, arvad işini başa düşürdən ha. Nakadis ayağın dibinə gəlir. Başlayır ayaqlarımı yumağa. Sonra süfrə qurulur. Sən də kömək eləyirsən? Yox, arvad özü eləyir. Nəysə, yeməyimi yiyib qutarandan sonra elə kimi arvad işini başa düşür. Nakadip istərkən çay gətirim ona. Aha. Sən mən başa düşsən də eləmi? Hə, başa düşdüm. Sonra? Çayımı içib qutarandan sonra bir yekəllər isti su qabağıma gəlir. Qaqa, hər şeyi başa düşdüm də. Bax, ayaqqabını çıxartdı, yeməyini verdi, çayını verdi. Bəyaxşı o bir yekələyən var da, isti su. O nədir? Sən qadaram, bax mən bu andıra qalmış həlim çox həssasdır. Soyuq suda qab-qaş qıyamıram, çat-çat olur əlim.